Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyidi tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş. Qafqazinfonun məlumatına görə Nicat Quliyev qurumda məsul vəzifələrdən birini tutub. Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan Mətanət Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir. Hadisə dekabrın 8-i saat 22 radələrində Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4 mənzil 26-da baş verib. Naxçıvan şəhər sakini 1986-cı il təvəllüdlü Nicat Afətoğlu Quliyev kirayədə yaşadığı mənzildə odlu silahdan baş nahiyəsinə atəş açaraq həyatına son qoyub. Faktla bağlı Nizami rayon prokurorluğu tərəfindən araşdırma aparılır.